bura gəlin deyin, oraya yaxşıdır, orada yaşayarıq. Burada yaşamağa gəlmişik, yaşamağa. Bax belə. Gəl, at ora, at ol. Sana ne dayı? Bezmiş ama. Ne yaşayacağım burada pazar günüdür. Səhər prezident gələndə qoy məruzə eləsinlər ki, prezidentə vətəndaşım bu vəziyyətdədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Burada mənim qohumlarım hamısı müharibə veteranı, şəhid ailəsi gəlib rayondan, Qazaxdan bura. Qazaxda vəziyyət o cürünə oradan əziyyət çəkib gəliblər bura. Haqqımızı bərpa eləyə bilmirik, qardaş. Qoy ölkə başçısı baxsın ki, bunun vətəndaşlarını nə günə salıblar. 3 qardaş kirayələrdə qalmış. Ama uşağımla burada yaşayırdım. Çünkü ayın 5'inde kirayeden çıkmalıyam. General Kamran Əliyev korrupsiya qarşı mübarizə idarəsinin bir nömrəli adamı aciz qalıb Hacı İbrahimin əlində. Baş prokuror Zakir Qaralov aciz qalıb Hacı İbrahimin əlində. Ali Məhkəmənin sədri Ramiz Rızayev bir vasitə ona himayəli eləyir, nehrəmli olduğuna görə. Neynəməliyik? Biz yaşamayaq da onda. Evimi qaytarsın, Hacı İbrahim özündə ya oğlunda kişilik, mərdlik varsa gəlsin mənim evimi qaytarsın, 3 körpə evladımı evinə yığım. Bilim ki başlarının üstündə qan var, nakişidir gedməyən cəbhə bölgəsinə. Mən 3 dəfə prezident aparatında olmuşam. Lakin adı olub, məni güya qəbul eləyəcək Fuad Ələsgərov, böyük ümidlərlə gəlirəm, Fuad Ələsgərovun yerinə Həsən Bağırov məni qəbul eləyir. Həsən Bağırov kimdir ki Hacı İbrahimə bir söz desin? Fuad Ələsgərov qəbul eləsin, məni ölkə başçısı qəbul eləsin. Mən bu gün Elşad Mədura qoşuluram ki, çünki onu körpəlikdən tanıyıram. O mənim oğlum Əli Rıza ilə orta məktəb oxuyub. Mən bunun lap körpəykən belə məktəb qarşısında, meydançalarda oynayan görmüşəm. Düz, dürüst bir uşaqdır. 6 il öz xəstə atasına baxıb yataqda. Yəni demək istəyirəm ki, mən Hacı İbrahimi haqq yola çağırmaq istəyirəm. Adı Hacı, adı İbrahim. Heç yaraşar mı sən bu yetimin pulunu yemisən? Allah Taala sənə insaf versin, səni kimilərə insaf versin. Bu o balanın o haqqını qaytarsın, o körpələrin haqqını qaytarsın. Bu gün hansı adanın açılışını prezidentlə orada bir yerdədir. Balıq der başından eləyən, kimin təntənəli surətdə təbrik eləyir bizim ali komandan? Kimi yetimin pulunu, haqqını yeməklə? Nə üçün belə eləyirsiniz siz? Siz əgər biz hamımız gəlsə, sizin kimi hərəkət eləsə, fırıldaqçılıqla, quldurluqla məşğul olsa, onda bizim vətənimiz nə olar, ölkəmiz nə olar, xalqımız nə olar? Xahiş edirəm, hamınızı səsləyirəm doğru yola. Ona qoy tənə vursunlar, ona qoy töhmət vursunlar, adına layiq. Onun adı Hacıdır, İbrahimdir, qoy ona layiq olsun. Qoy doğru yola gəlsin, bu yetimin pulunu versin. Mən utanıram ona Hacı deməyə. Mən ona utanıram ki, Peyğəmbər İbrahimin adını deməyə. Hacı İbrahimi doğru yola yönəltsinlər, onu haqq yola döndərsinlər, bu yetimin pulunu versin. Vətən torpağı toxunulmazdı. Mülkiyyət toxunulmazdı, kişinin arvadı toxunulmazdı. Hamısına bu insana cəmaatın evinə kimi arvadını alacaqlar əlindən. Mülkiyyəti alıblar, torpağı alıblar, 20% nəyimiz qalıb ki? Hacı İbrahim kimi fırıldaqçılar qalıb, Leyla Yunus'u həbs eləyirlər. Ar olsun sizə, Leyla Yunus azadlıq. Hacı İbrahim bu yetimlərin pulu qaytarsın. Belə şey olar, hər bir vəzifədə işləyən öz vəzifəni istifadə eləyərək yetim pulunu yesə, xalqın pulunu yesə, onda biz kimə güvənək, kim necə yaşayırıq bu? Gəlin siz hamı, bütün dünyadan səs alırıq. Hacı İbrahimə deyək ki, bu yetimlərin pulu qaytarsın. Belə şey olar, qocalıb və gözümün qabağında qocalıb. Halbuki mən bu uşağın belə yeni yetimə vaxtını görmüşəm. Orta məktəb oxuyub Əli Rıza ilə. Hacı İbrahimdən xahiş edirik. Bir adına layiq olsun, qoy onun pulunu qaytarsın. Mən sona qədər mübarizəmi aparacağım Azərbaycanda və axıra kimi də haqqımı bərpa eləyəcəm. Həyatım təhlükədədir. Mənim başıma bir hadisə gəlsə, şəxsən Hacı İbrahimdən bilir. Çünki mühafizəçisi məni ölümlə də hədəliyib, bandaqdellə tutturmaqla da hədəliyib. Allahsız olmuşsunuz, Allahsızsınız, Allahdan qorxmaq lazımdır. Gün gələcək ki, Hacı İbrahim, sən Allaha can verəcəksən. Necə o canı verəcəksən? Necə o canı verəcəksən, bu yetimin pulu yeyirsən?
Necə verərsən o canı? Allah bəlanı versin səni. Allahümme ələn. Allah nəhlət eləsin sizə. Kim ki xalqın pulunu yiyəcək. Allahümme ələn. Biz burada qalacağıq, yəni biləsiz. Əgər polis təzyiqi olmasa, yəni Hacı İbrahim polisə, prokurora əmr eləyən adamdır. Mən bu gecə burada uşaqlarımla, övladlarımla burada gecələyəcəm. Ki, səhər prezident aparatında iş günü olanda şəxsən məni prezident də olmasa Fuad Ələsgərovun özü qəbul eləsin. Həsən Bağırov bu ilə bazardır. Adını qoyurlar Fuad Ələsgərov, amma gəl ki, Həsən Bağırov qəbul eləyir, o da məni qane eləmir. Çünki nə baş prokuror, nə korrupsiyanın generalı bu adamdan bazardır. Koymuyor da olur, koymuyor. Bundan da olur. Aparsın. Elşad Məmmədovun hüquqlarını mən müdafiə edirəm, hüquq müdafiəçisi və bu günlərim onun bu etdiyi aksiya Hacı İbrahim'in 100 milyardlarla dəyərində demək bu Xəzər dənizinin açılışı ilə əlaqədardır. Mən elə gəlir ki, bu 100 milyarddan biz nəinki Qarabağı, hətta əzəli torpaq Ermənistanı da ala bilərdik. Düzdür, bu günlərim demək bu günlərim ölkədə müharibə gedir, amma buna baxmayaraq hesab edirəm ki, demək tam hüquqları pozulmuşdur. Sözsüz ki, bütün bunları nəzərə alaraq bilməlilər ki, yəni Azərbaycanda insan haqları pozulur, insan haqlarının qorunması üçün ölkə prezidenti işə müdaxilə etməlidir. Sağ olun, Elşad aparırlar. Verəm boşalt buranı. Boşalt buranı. Boşalt buranı. Geç derim bura, boşalt. Peki boşalt. Telefonu niye aldın? Telefonu niye aldın? Telefonu niye aldın? Ben burada kalacağım. Tatil vermeli. Ne diyorsun ha? Sen ne diyorsun? Ben sen boş konuşuyorum. Boş konuşuyorum sen. Sen. Milyarder var yerimde. Her şey. Hiç bu deliyim ben. Şimdi görer salına buranı. Boşaldım buranı da bak. Ya sen uşaqların yaxşı yerdə yaşamalıdır, mən belə yaşamalıdır. Bağlama, yaxşı, otur. Boşaldım buranı. Boşaldım buranı da var. Müsəlman deyil. Çek, boşalt deyirəm sənə. Hadi belli baxıram. Gözü boş. Hadi belli baxıram. Hökumətə tamamlayın. Buranı deyirəm. Buranı boşalt, uzatma. Boşalt buranı. Götür, apar buradan apar. Boşaldım buranı. Götür apar dedim. Qalanmayasın burada. Qalanmayasın burada. Qalacam burada da. Götür apar dedim. Bu yox, hep buna da. Götür aparmır dedim. Buna. Bırak bunu. Bunu görəcək. Kesin buradan. Ha yox. Eşitcəm tabii. Aşağılara götür. Evet aldım bunu. Burada qalacam. Boşaldım dedim buranı. Yox, gelmirəm. Bas boynuna. Yox, getmirəm də. Getməyə yerim yoxdur, da bilmirsən. 4 il 2 ailə qaldı, değil mi? Hara getmək? Allah o İbrahimin bəlasını versin, onun tərəfini tutanların da. Deyirəm da, müsəlmana yaraşmaz pis niyyətlə pislik eləmək. Amma müsəlman deyil. İbrahim'e ne demişsin boşaldı? Ha? Əlimizdə sənədimiz evimizi niyə vermirlər? Boşalt deyilsən. Harada qalaq biz? Şərəfsizlər. Boşalt deyirəm, uzatma. Allah Uzatma dedim sənə. Kes. Hadi belə baxma mənə, dava gülə. Gülə dedim sənə. Sən şərrəmək istəyirlər, bilmirsən bunların vəziyyətini? Şərrəmək istəyirlər, bilmirsən? Ki. Atın kapıdan bura gel. Valla sen ahıra kadar. Bura bizim dövlətimizdir, mənim də hüquqlarım var. Axıra kimi də hüququmu tələb eləyəcəm. Naxçıvanlıdır, milyarderdir, mənə dəxli yoxdur, qardaşı nazirdir. Hamı baş əyir olur. Axıra kimi də haqqımı tələb eləyəcəm.
Ölümlə hədəliyib. Sənin nazirin nəyə görə bu günə kimi maraqlanmayıb? Ay mayor, cənab mayor. Ramil Yusubova minlə şikayət yazmışam ki, Hacı İbrahimin mühafizəsi mənə ölümlə hədəliyib. Niyə maraqlanmayıb nazirin? Ha vaxt maraqlanacaq, 3 ildir. Öldürməlidir məni, ya bantizmlə tutturmalı. Boşaldı. Ömər idmansıdır ya, ağlamaz. Nə olsun? Əgər Ramil Yusubovun adamları, işçiləri məni buradan çıxartmasa, zor gücünə, mən burada gecələyəcəm və sübut eləyəcəm ki, bu mənim haqqımdır. Bunlar şantajla, pulla, mətbuatla, satın aldıqları mətbuatla adamın üstünə gəlir. Qardaş, mənim qalmağa yerim yoxdur, bilmirsən, mən 3 il rayonda kiraya qalmışam. Nə eləməliyəm mən? Götürsün, aparsın, zorla aparır, körpüyə laf yaxşı, qoy aparsın, belə gedmir. Ləyədən bir dəqiqə qoymuş şeyini söyləyeyim. Döşəyi mən gətirmişəm, onu mən götürəm. O mənim əmlakimdir, Hacı İbrahim deyir ki, o mənim maşınımda götürürsünüz, götürün, qoy çəksinlər ki, siz aparsın. Mənim əmlakimdir o. Sən onu necə apara bilərsən? Mənim mülkiyyətimdir, qalan 3 dənə döşəyim qalıb, 2 dənə də palışır. Onu da siz aparın. Hamımız yeyib rahat evinizdə, işinizdə yatırsınız. Evimi əlimdən alıblar 21-ci əsrdə. Demokratik ölkə, müsəlman ölkəsində hacı evimi əlimdən alıb. Daxili İşlər Naziri susur, baş prokuror susur, korrupsiyanın generalı susur, məhkəmələr də sifariş yerinə yetirir. Məktəb başlayır, mən uşaqlarıma kitab ala bilmirəm. Dəftər, paltar alamıram. Niyə? Niyə götürmür döşəyi? Götürmür. Mənim əmlakimdir. Sənin əmlakın sahibiniz. Necə mənim əmlakimdir? Əmlakın yanında. Dava götür maşını. Bunu maşını. Mənim əmlakimdir. Mən başa saldım qardaş. Başa saldım. Nə eləməliyəm? Mən başa saldım. Bəli, siz özünüz də oradaydınız, gördünüz ki, polislər mənim körpə övladlarımın yanında mənim əlimi qolumu tutaraq, əllərimdən, ayaqlarımdan qurbanlıq qoyun kimi tutaraq aparırdılar və maşına minəndə məni təhqir etdilər, hətta gözümün altını da vurub göyərdiblər. Yəni, mən bu barədə indi ekspertizlə gedib oradan rəy alacam ki, mənə burada təzyiqlər oldu. İçəridə məni dinlədilər və mən Baş prokuror Zakir Qaralovun, korrupsiyanın generalı Kamran Əliyevin və Ali Məhkəmənin sədrinin Ramil Rızayevin bu adamla bacarmadığını dedim. Onların hamısı mən haqlı saydığımı, lakin 3 ilə yaxındır ki, mən kirayədə qaldığımı dedim. Və onların sözü mənə oldu ki, Allah sənin köməyin olsun. Yəni, bunlar da bacarası bir iş deyil. Amma mən sona qədər mübarizəmi aparıb, inşallah Hacı İbrahimdən öz haqqımı alacağım.